Biz artıq qərar verdik. Yalnız bir-birini həqiqətən sevən cütlükləri çəkəcəyik. Bu cütlüklə Astarada tanış olmuşduq. O qədər gözəl enerjiləri var idi ki, çəkiliş boyu biz də onlara baxa-baxa gülümsüyürdük. Nigah çəkilişi üçün Bakıya gəldilər. Baxın, mənə baxın. Dedik bu dəfə çəkilişi içəri şəhərdə edək. Küçələrdə gəzdik, söhbət elədik, gülüşdük. Toy çəkilişi üçün də bizi seçdilər. Normalda studiya belədir ki, poz ver, dayan, bu tərəfə bax, o tərəfə bax. Mahiyyəti etibarilə studiya çəkilişləri belə olur. Amma bizdə hər şey çox təbii idi. O qədər rahat, enerjili bir gün keçirdik ki, İş görməkdən çox dostlarla vaxt keçirmək kimi idi. Amma bəzən elə cütlüklər gəlir ki, biri əsəbi olur, biri laqeyd olur, bir-birinə hörmət etmirlər, münasibətləri çox gərgindir. Düzü belə hallar bizi çox yorur. Əvvəldən razılaşdığımıza görə çəkirik, amma indi qərar vermişik. Artıq elə cütlüklərlə işləməyəcəyik. Bir şeydə fikir vermişik ki, cütlüyün enerjisi müsbət olanda fotolarda sanki parıldayır. Məncə bu enerji söhbətinin fotolarda necə düşməyi ilə bağlı birbaşa əlaqəsi var. Bəs sizcə neqativ enerji fotolarda özünü göstərirmi?